Dördüncü sualda cevap verəcək. Elefin diaqramına əsasən uyğun bədənləri müəyyən edin. Burada birinci topluluq Alparslan və hər isinə aid olan oxşarlıqları seçəcək. İlk olaraq bunların hakimiyyətlərini yazaq. Sultan Toğrul 1038 1063 Alparslan 1063 1072-ci illər. A variantda deyil, Bizansla müharibədə aparılması. Biz bilirik 1048-ci ildə Tutanmış bəy birinci Toğrulun əmri ilə Bizans, Erməni, Gürcü dəstələrinin üzərinə hücum edir və onları tabe edir. Onlarda hətta Şəddadlərlə müttəfiq olaraq bu müharibəni götürmək olar. Birinci Toğrula Alparslana uyğun olaraq Malazgirt döyüşünü deyə bilərik. 1071 avqustun 26-sı. Buna görə bu hər ikisinə oxşar gedir. Buna görə 3 A olmayanlar çıxırıq. C variantı gedir, bir də ki D variantı gedir. B variantı Dəndənəçən döyüşündə Qəznəlilərin məğlub edilməsi. Dəndənəçən döyüşü 1040-cı ildədir. Bundan əlavə məlumatlar Mərd qurultayını deyə bilərik. 1040-cı ildə Mərd qurultayı çağırılmışdır. Birinci Toğrulun hakimiyyət illərinə düşür bu. Buna görə birə B də uyğun olacaq. B olmayanlar çıxırıq. Bu da getdi. A variantda gedir. C variantı paytaxtın İsfahana köçürülməsi. Bu Məlikşahın hakimiyyət illərinə düşür. Buna görə də C variantı heç birinə aid olmayacaq. C variantını da çıxırıq. B variantı gedir. Cavab qalır E variantı. E variantı doğru cavabdır, amma gəlin növbəti variantları təhlil edək. D variantı rəvvadlərin tabe edilməsi. 1054-cü ildə rəvvadlər, hətta Şəddadilər də birinci Toğrulun hakimiyyət illərində tabe edilmişdir. Buna görə bu da birinci Toğrula aid olacaq. E variantında Malazgirt döyüşündə qalib gəlməsi. Bu Alparslana uyğundur. 1071-ci avqustun 26-sı vurğulamışdır bayaq. Buna hətta nəticəsi də var idi. Roman Diogen əsir alınır və onun qulaqları deşilərək qızıldan halqa salınır. Bu da bundan sonra onlar Roman Diogeni müəyyən şərtlər qarşılığında azadlığa buraxır və bu da şərtlər əsasən onlara hər cür hərbi dəstəyi saxlayacaqdır. Hətta bir də vurğulaya bilərik ki, xərac ödəməyi də öz öhdəsinə götürülmüşdür. Buna görə də bu da Alparslana aid olacaq. E variantında düzgün cavabımız.